Salam əziz şagirdlərim, xoş gördük hər birinizi. Bugün sizlərlə natural ədədlər mövzusunun ardından deməli əbob və əkob natural ədədlərin sadə qruplara ayrılışlı bölməsini izah edəcəyik. Gəlin ilk öncə başlayaq birinci sualımızdan. Nə deyir bizə? Deyir ki, A və B natural ədədləri birdən böyük qarşılıqlı sadə ədədlərdir. A və B birdən böyük qarşılıqlı sadə ədədlərdir. Biz nə demişdik? Qarşılıqlı sadə ədədlər hansı ədədlərdir? Məsələn, 3, 5, 11, 13, 14, 15 və s. Yəni, ortaq böləni olmayan ədədlərə biz dedik qarşılıqlı sadə ədədlər. Ortaq böləni olmayan ədədlərə dedik qarşılıqlı sadə ədədlər. Və qayda olaraq, bir qayda olaraq demişdik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu isə onların hasilinə bərabərdir. Yəni, A vur B-yə bərabərdir. Bizə deyir ki, həmin bu qarşılıqlı sadə ədədlərin əkobunun əbobuna nisbətini tap. O zaman əkobu A vur B-dir, əbobu isə 1-dir. A vur B-nin 1-ə olan nisbəti elə mənə verir nəyi? A vur B-nin. O zaman doğru cavab A variantı. Keçək ikinci suala. Deməli, ikinci sual. Deyir ki, A, B-nin A ədədi B ədədinin natural bölənidir. Əkob çıxılsın, əbob tap. Bax, nə deməkdir bu? Bir ədəd digərinin bölənidir, deyir. Məsələn, biri 20-dirsə, digəri 40-dır. Axı, deyir ki, A ədədi B-nin natural bölənidir. Deməli, 20 40-ın bölənidir. Bu zaman, adi bu iki ədədə baxaq. Burada əbob nədir? Hesablasaq görərik ki, 20-dir, əkob isə 40-dır. Yəni, biz qayda demişdik. Demişdik ki, əgər bir ədəd digərinin böləndirsə, o zaman əbob kiçik ədədə, əkob isə böyük ədədə bərabərdir. Onda hər hansı bir iki ədəd var. A böləndirsə, yəni A kiçikdir, onda əbob A-dır, əkob isə B-dir. Əkob isə B-dir. İndi mənə deyir ki, əkobun əbobdan fərqini tap. Yəni, əkob nə idi? B. B çıxılsın, A-nı istəyir məndən. Doğru cavab D variantı. Keçdik. Deyir ki, 24-dən böyük olmayan iki rəqəmli ədədlər içərisində, 3-cü sualda deyir, 24-dən böyük olmayan iki rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Qarşılıqlı sadə ədəd o idi ki, ortaq bölən olmasın. Cüt ədədlərini atıram, çünki 24 də 2-yə bölünür. Digər cüt ədədlər də 2-yə bölünəcək. 3-ə bölünənlər də atıram, çünki 24 3-ə bölünür. 3-ə bölünənlərlə artıq bir ortaq böləni olmuş olacaq. Onlar da 3-ə bölünəcək, 24 də 3-ə bölünəcək. Həmçinin 4-ə bölünəni, 6-ya bölünəni, 8-ə bölünəni atıram. Yerdə nə qalır? Yerdə qalır 1, 2 götürə bilmərəm, 3, 4, 5 götürə bilərəm. 5 ilə 24-ün ortaq böləni yoxdur. 6 götürə bilmərəm, 7 götürərəm, 8 götürə bilmərəm, 9 götürə bilmərəm, 3-ə bölünür, 10, 11, daha sonra 13, 15 götürə bilmərəm, 3-ə bölünür, 17, 19, 21 götürə bilmərəm, 3-ə bölünür, bir də 23. Deməli, 24-dən kiçik olan ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan, yəni ortaq böləni olmayan bu ədədlərlə 24-ün heç bir ortaq böləni yoxdur. Məndən də bunun sayını istəyirdi. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə belə ədəd var imiş demək ki. 4-cü suala baxıram. 4-cü sual deyir ki, 12-yə, 15-ə, 20-yə böldükdə qalıbda 3 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmləri cəmini tapın. Bax, bu ədədlər bu ədədlərə bölünsün. 12-yə, 15-ə, 20-yə və hər üçünə bölünəndə 3 alınsın. Və məndən bu belə ən kiçik ədəd istəyir. Ən kiçik. Demək, mən birinci 12-yə, 15-ə, 20-yə bölünən ən kiçik ədəd taparam. 12-yə 15-ə bölünən, 20-yə bölünən ən kiçik ədəd 60-dır. Təbii ki, bunun gedib əkobunu tapmağa şifahidə yazmaq olur ki, bu 60-dır. 60 həm 12-yə bölünür, həm 15-ə bölünür, həm də 20-yə bölünür. İndi mənə deyir ki, qalıqda 3 qalsın. Onda 63-dür də. 60-ın üstə 3 gəlirəm ki, qalıq 3 alınsın. İndi mənə deyir ki, bu natural ədədin rəqəmlərin cəmini tap. 6-ın üstə 3 verir mənə 9-u. 5 eynidir bununla. Keçirəm 6-ya. 6-da deyir ki, əkob 120, 144 bölünsün, əbob 120, 144. Təbii ki, mən gedib uzun yolla buradan əkobu, əbobu hesablayıb yaza bilərəm. Amma mənə sərf eləmir. Çünki uzun olacaq. Amma bizim düsturumuz var idi ki, əkob AB bölünsün, əbob AB bərabər idi C-yə. C nə idi burada?
C ortak olmayan sadə vuruqların hasilidir. Ortak olmayan. Gəlin 120 və 144-ü ayıraq vuruqlarına. Aha. 2, 60, 2, 32, 15, 3'e bölünür 5, 5, 1. 144 2'ye bölünür 72, 2'ye bölünür 36, 2'ye bölünür 18, 2'ye bölünür 9, 3'e bölünür 3, 3, 1. İndi dedim axı bunların bir-birinə nisbəti C-yə bərabərdir. C nə oldu? Ortak olmayanların hasili. Ortak olanları onda atıram. Ortak olanları attım. Yerdə ortak olmayanlar nələr qaldı? 2, 5, bu 2 qala bilməz, üzr istəyirəm. Bu 2 də gedib. İkisini götürmüşəm, biri qalıb. Deməli 2 ola bilməz. Deməli qaldı yerdə nə? 5, sonra burada 2, bir də burada 3. 5'i 2'ye 10, 10'u 3'e 30. Deməli, doğru cavab 30. Gidib ayrı-ayrı bir-bir 120-dən 144-dən əkobunu tapsan, əbobunu tapsan, bir-birinə bölsən, yenə də 30 eləyəcək. Qısa yoldan getdik. 7-ci sualda bununla eynidir. Keçək 8-ci suala. 8-ci sualda deyir ki, A natural ədədinin 3 sadə vuruğu, B natural ədədinin 8 sadə vuruğu olarsa, A vur B ədədinin neçə sadə vuruğu var? Gəlin, bunun üçün bir sadə nümunə göstərək. Elə bir ədəd göstərək ki, onun 3 sadə vuruğu olsun. Olsun 8. Bax, 8-in 3 sadə vuruğu var. 2 vur 2 vur 2. Düzdür. B natural ədədinin 8 sadə vuruğu var. 8 sadə vuruğu var. B-də olsun 8 dənə 3 olsun qoy. Bax, bu formada. Fərqli ədədlər də ola bilər təbii ki burada. 3, 6, 7, 8. Eyni ədədlər də, məsələn burada 2-nin üstü 8 yaza bilərəm, amma 3 götürdüm, görə nə verəcək mənə. Deyir ki, A vur B ədədinin neçə sadə vuruğu var? Fərq eləmir. Sadə vuruq deyəndə hər birini saymalısan. Bunu bir-birinə vuranda, bunları bir-birinə vurursan deməkdir. Yəni ardıca bunları bir-birinə vurursan deməkdir. Vuranda da bunların hamısını bir yerdə sayırıq da. 8 dənə burada var idi, 3 dənə də burada oldu. Oldu ümumi neçə dənə? 11 dənə sadə vuruq, yəni toplandı. Aydındır? Yəni 11 dənə toplandı. Aha. Deməli, 2 ədədi bir-birinə vuranda onların sadə vuruqlarının sayı toplanır. 9 eynidir. Keçdik 10-a. Biri o birinin 4də 3-ünü təşkil edən 2 natural ədəddən biri o birinin 4də 3-ünü təşkil edir. Aha. 2 natural ədədlərdən 2 natural ədədin əbubu 27-dir. Biri x-dır, digəri 4də 3 x-dır, düzdür? Bunların əbubu 27-dir. Əbob 27-dir. Bu ədədlərin cəmini tapın. Uşaqlar, əbob nədir? Ən böyük ortaq bölən. Əbobu tapanda nə edirəm? Hər ikisində olanı götürürəm. Düzdür? Burada hər ikisində olan nədir? X-dır. Deməli, əbob elə nədir? X-dır. Əbobun neçədir? 27. Deməli, X elə 27-dir. Biri düz dedik. Biri o birinin 4də 3-ünü təşkil edən. Demək ki, biri x-dır, digəri də 4də 3 x-dır. Aha, bu 2 natural ədədin əbobu 27-dir. Bu 2 natural ədədin əbobu 27-dir. İndi mənə deyir ki, bu ədədlərin cəmini tap. Nəyə düz getmədim? Mən birin 4x, birin 3x götürməliydim. Birin 4x, obrusunu 3x götürməliydim. Bunların əbobu 27 olanda əbob nədir? Hər ikisində olan. X-dır, yəni hər ikisində olan. Onda x elə nədir? Buranın düzgün getmişdik. X elə nədir? 27-dir. Onda 4 vurur 27 və 3 vurur 27-dir mənim ədədlərim. Onda 4-ü 27-yə vuranda görək düzgün alınacaqsa 80, 28, 108, 3'ü 27-yə vuranda 91. Yox, 81. 80. 108'in üstünə 81 gəldi, nə verir mənə? 189. Var mı cavablarda? Bəli. 189 var. Doğru cavab C variantı. Bax, bir də keçək bunun üstündən. Bizə deyir ki, doğru cavabları da açaq.
Bizə deyir ki, biri o birinin 4də 3-ünü təşkil edən. Biri o birinin 4də 3-ünü təşkil edirsə, mən bunun birinə 4K, birinə 3K verə bilərəm uşaqlar. Biri o birinin 4də 3-ünü təşkil edəndə. Biz bu tipli misalları işləmişik sizlərlə. Biri 4də 3-ünü təşkil edirsə, biri 4K-dır, biri 3K-dır. O zaman, deməli, bu 4-cü bölməli, düzdür? 4-cü bölmənin 10 sual gələcək variantı. Aha, birinə 4K, digərinə 3K verə bilərik. Onda, demək, əbub da 27-dir. Bunu izah elədikdə əbub nədir? Hər ikisində olandır. Hər ikisində olan nədir? X-dır. Onda X 27-dir. Ədədlərim olur 108 və 81. Keçirəm 11-ci suala. Deyir ki, n bölü 6, n bölü 8 və n bölü 9 ifadələri natural ədəddir. Yəni, n elə bir ədəddir ki, həm 6-ya, həm 8-ə, həm 9-a bölünür. N-in ən kiçik qiymətini tapın. Qiymətinin rəqəmlər cəmini tapın. Mən 6-ya, 8-ə, 9-a bölünən ən kiçik rəqəmi tapmalıyam. Yəni, onda nəyi tapmalıyam? Bunların da 3-ünə bölünən ən kiçik ortaq ədəd, o da ən kiçik ortaq bölünəndir. 6-nın, 8-in, 9-un, əkobun tapmalıyam. 72-dir də, baxanda bilinir. 72 həm 8-ə bölünür, həm 9-a, həm 6-ya. İndi mənə nə deyir? Deyir ki, bu ədədin rəqəmlər cəmini tapır. Rəqəmlər cəmini verir mənə 9-u. Doğru cavab Y variantı. Aha, keçək. Demək, 12 də bundandır. Eynidir. Keçək 13-ə. Deyir ki, bir məntəqədən müxtəlif marşrutla eyni zamanda 2 avtobus yola düşür. Aha, bir məntəqədən müxtəlif marşrutla eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus bu məntəqəyə hər 40 dəqiqədən bir, digər isə 30 dəqiqədən bir qayıdır. Aha, onlar hansı ən qısa müddətdə onlar hər ikisi. Yəni toqquşacaqlar da bunlar hər ikisi eyni anda qayıdır. Hər ikisi burada görüşür. Təbii ki, nə etməliyəm? 40 ilə 30 dəqiqənin əkobunu tapmalıyam ki, görüm bu hansı ortaq ədəddir ki, həm 40-a bölünür, həm 30-a bölünür. Onlar o zaman da görüşürlər. Bu da 120 dəqiqə olur da. 40 ilə 30-un hər ikisinə bölünən ədəd. Əkobu da belə deyək. 14 eynidir. Baxaq 15-ə. Aha, deyir ki, AB bölünsün. C bərabərdir 256-ya. Əbubu tapın. Bizim konkret düsturumuz var idi ki, əbub bərabər idi kök altda AB böl C. 256-nın yerinə mən burada AB böl C-nin yerinə yazıram nə? Kök altda 256. 256-dan nə çıxır? 16. Deməli, doğru cavab C variantı. 16-cı sualda deyir ki, ədədlərin hasili A vur B 72 mindir. C isə ortaq olmayan sadə vurğuların hasili isə 20-dir. Əkobu tapın. Biz demişdik ki, əkob nəyə bərabərdir? Kök altda A vur B vur C-yə bərabərdir. Düsturdur bu. Onda kök altda A vur B-nin yerinə nə yazıram mən? 72 min. C-nin yerinə nə yazıram? 20. Bərabərdir. 72-ni 2-yə vuranda 144 eləyir. Burada da 3, 4 dənə 0 var. Deməli, 4 dənə 0-dan 2 çıxır kökdən, 144-dən də 12. Doğru cavab 1200. A variantı. Baxaq. 17 eynisidir. 18-ə baxaq. Bayaqkindən da deyəsən oxşuyur. 18-ci sual. Deyir ki, oğlan və qız 630 metr uzunluğunda məsafəni addımla ölçdülər. Oğlanın addımı 45, qızın addımı isə 35 santimetrdir. Santimetr. Onlar hərəkətə başladıqdan sonra ayaq izləri neçə dəfə üst-üstə düşəcək? Birincisi bu metrlə verilib. Bunlar santimetrlə. Gəlin bu metri çevirək santimetrə. 1 metrə 100 santimetrdir. Ona görə 630-u 100-ə vururam. Bedir 63.000 santimetr. İndi bu 63.000-in içində 45 ilə 35-in mən əkobunu bilməliyəm ki, həmin onlar neçə dəfə o ortaq nöqtədə görüşəcəklər, onu tapam. 45 ilə 35 üçün əkob tapacam. Gəlin tapaq. 5-ə bölündü, 3-ə bölündü, 15, 3-ə bölündü, 5, 5, 1. 5-ə bölündü, 7, 7, 1. Böyükləri götürürəm, 45-i. 35-in içindəki 5 burada var, 7 yox, 7-yə vururam. Deməli, 315 eləyir, 7-nin 5-ə 35, 3. 5 yazıram, 3 yadda, 28, bəli, 33, 315. Deməli, 315 nədir? Bunların
kəsişdiyi nöqtədir. Hər 315 sm-dən bir bunlar üst-üstə düşəcək. Hər 315 sm-də bunlar toqquşacaq. Mənə deyir ki, neçə dəfə toqquşacaq, neçə dəfə üst-üstə düşəcək. Ona görə bu 63.000-i bölməliyəm 315-ə. Təbii ki, 630-un içində 2 dəfə düşdü. 2 dənə 0 atdım arxasına. 200 dəfə. Deməli, bunlar nə edəcək? Üst-üstə düşəcək. 19 da eynidir. 20-də deyir ki, EKÖB çıxılsın EBOB bərabərdir 45-ə. EKÖB abi çıxılsın EBOB abi bərabərdir 45-ə. EKÖB abi üstə gəl EBOB abi. Bərabərdir 55-ə. Deyir ki, abi hasilini tap. Bu sistemlə. Bu bir sistemdir. Aha. Demək, uşaqlar, nə edərəm burada? Tərəf-tərəfə toplayaram. Tərəf-tərəfə toplayanda nə edəcək? EBOBlar gedəcək. Biri mənfi, biri müsbət. 2 dənə EKÖB bərabər olacaq. 45, 55 mənə nə verir? 100-ü. EKÖB nəyə bərabər olacaq onda? 100-ü 2-yə böləndə 50-yə. EKÖB 50-dir. 50-dən nə çıxsam 45 qalar. 5 çıxsam deməli, EBOB nədir? 5-dir. Mən də bilirəm ki, düsturumda EKÖB abi vurulsun EBOB abi mənə verir neyi? Elə abi hasilini. Məndən də abi hasilini istəyirdi sualda. Ona görə abi hasilini istəyirsə EKÖB EBOB-a vurmalıyam. 50-ni 5-ə vurmalıyam. O da mənə verir 250-ni. Doğru cavab A variantı. 21. Deyir ki, cəmi 63. Ən böyük ortaq bölənin EBOB-u 9 olan 2 natural ədədin ortaq olmayan sadə vuruqları hasilinin ən böyük qiymətini tapın. Ortaq olmayan sadə vuruqları hasilinin hətta nəyi? Ən böyük qiyməti C-nin. Aha, deməli burada bir iki variant var ki, məndən ən böyük istəyir. Baxaq. A plus B 63-dür. EBOB da nədir? 9-dur. Onda bu 9 bunların hər ikisinin içində var. Düzdür? 9 ortaqdır. 9 ortaqdırsa, mən məsələn bu bir K A-dır, bu bir B-dir. Amma hər ikisində nə var? 9 var. 9A ilə bir ki 9B. Bərabərdir 63. Hər ikisinin 9 var deyə mən buradan 9-u çıxarda bilərəm. Belə yazaq 9M, 9N yazaq ki, eyni olmasın. 9-u hər ikisindən çıxarda bilərəm. Onda burada qalır M plus N. Bərabərdir 63. M plus N. Burada hər ikisində 9 olmalıdır. Çünki EBOB 9-dur. M plus N bərabərdir. Aha, deməli buradan M plus N bərabər olur 7-yə. Demək, biz 2 elə ədəd tapmalıyıq ki, bunların cəmi bizə 7-ni versin. Bizdən də burada nə deyir 21-ci misalda? Bu ədədin ortaq olmayan sadə vuruqları hasilinin ən böyük qiymətini tapın. Gəlin baxaq. Hansı ədədlər ola bilər? Bizə cəmi 7 verən. 6 üstə gəl 1, 5 üstə gəl 2, 4 üstə gəl 3. Aha, deməli, bir dəqiqə. Yine 7. Sonra yine eyni ədəd tərk edir. 6 və 1-i qoysam, EBOB da nədir? 9-dur. 6-nı 9-a 54, 1 9-a 9. 54 və 9 ola bilər. 5 və 2 qoysam, 5 9-a 45, 2 9-a 18. 4 və 3 qoysam, 4 9-a 36, 3 9-a 27. Deməli, bu 3 ədədin nədir? EBOB-u 9-dur. İndi bu ədədlərdən hansının ortaq olmayan sadə vuruqları hasili ən böyük eləyir? Gəlin ədədlərə baxaq. İlk öncə 54 və 9-u yoxlayaq. 54 bölünür 3-ə, 18, 2-yə, üzr istəyirəm. 27, 3-ə bölünür 9, 3-ə, 3, 3, 1. 9 3-ə bölünür 3, 1. Burada heç ortaq olmayan sadə vuruq hasili yoxdur. Deməli, bu deyil. Keçirəm digərlərinə 45 və 18-ə. Bölürəm. 3'ə bölünür 15, 3'ə bölünür 5, 5, 1. 18 2'yə 9, 9 3'ə 3, 3, 1. Burada ortaq olmayan sadə vuruqların aslı 2 və 3'dür. Bu da mənə verdi 6-nı. Aha. Sonra 36 və 27. 36 bölünür 2'yə 18,
18 2'ye 9, 9 3'e 3, 3 3'e 1. 27 bölünür 3'e 9, 9 3'e 3, 3 1. 2 dənə 3 ortaqdır. 2 2 3 isə ortaq deyil. 2 2'ye 4, 4'ü 3'e vuranda verir mənə 12'ni. Deməli, bu ədədlərin ortaq olmayan sadə vurğularının hasili nə verəcək mənə? 12'ni. Aha, deməli, neçənci sualdır bu? 21-ci sualdır. Bəli, A variantı. Keçək 22'ye. Deyir ki, 22'də bu en natural ədədlər üçün, natural ədədi üçün 8n kvadrat üstə gəl 6n, 8n, yox, buradan yazmayaq. Buradan yazaq 8n kvadratı, 8 n kvadratı plus 10n. Bu iki ədədin əbəbu 20'dir deyir. Sonra n tapsaq ki, biz bu ədədin əkobunu hesablaya bilərik. Gəlin baxaq, əbəb necə tapılır uşaqlar? Vurğulardan ayrılmır. Nəyə bölünür bunlar hər ikisi? 2'ye. 2'ye bölünür nə edir? 4n kvadratı üstə gəl. Altında 2'ye bölündə 3n. Hər ikisində nə var? n. N'ə bölünür. Burada nə qalır? 4, n'in biri qalır. Burada da n gedir, qalır 3. Bu da özünə bölünür. 4n plus 3 verdi mənə 1. Keçirəm digərini. Yenə 2'ye bölünür. 4n kvadratı plus 5n qalır. Burada yenə n'ə bölünür. 2n kvadratı plus 2 yox. Demək, n'ə bölünür. Qalır 4n üstə gəl 5. Bu da özünə bölünür yenə. 4n plus 5 verdi mənə 1. İndi əbəb nə idi uşaqlar? Hər ikisində olan deyildi. Burada hər ikisində olan nədir? 2 və n. Deməli 2'nin n'ə hasili mənə verib neyi? 20'ni. Onda n burada nədir? 10'dur. N 10'dur. Aparıb qoyuram yerinə əkobu hesablayıram. N'in kvadratı üstə n. Onun kvadratı 100 üstə 10 110. Onun kvadratı 100 üstə 3 vurun 30. 100 üstə 30 ilə 130. Məndən 110 və 130'un əkobunu soruşur. Hesablayaq. 2'ye bölünür 55. 5'e bölünür 11. 11 1. 2'ye bölünür 65. 5'e bölünür 13. 13'e bölünür 1. Əkob tapmaq üçün böyük ədədi götürürəm. 130'u olmayanlara vururam. Olmayan nədir? Burada yalnız 11. Demək, 13'ü 11'e vuranda 3'ü 1'e 3, 1'i 1'e 1, 1'i 3'e 3, 1'i 1'e 1, 3, 4, 1. Bir tane də 0 var idi. Attım arxasına. Oldu doğru cavab 1430. Deməli, burada variant hanı? Bəli, Y variantı. Keçdik 23-cü suala. Eynidir. Yox, biraz fərqlidir. Gəlin yazaq. 23-cü suala 24 eyni. Onu saxlayarıq. 23'də deyir ki, n natural ədədləri üçün, natural ədədi üçün 2n kvadratı plus n və 2n kvadratı plus 3n. Bunun əbəbu budur. Gəlin bayaqki qayda ilə bunun əbobunu tapaq. Burada hər tərəf n'ə bölünər. Qalar 2n plus 1. O da özünə bölünər. 2n plus 1 elədir 1. Burada da n'ə bölünər. Qalar 2n plus 3. Bu da özünə bölünər. Verər mənə 1. İndi hər ikisində ortaq nədir? N'dir. Deməli, bunun əbəbu nədir? N. Burada isə mənə verib ki, əbəb budur. Onda n buna bərabərdir. Hər ikisi əbəbdir çünki. N kvadrat minus 5n plus 9 bərabərdir n'ə. N bu tərəfə keçirdərəm. N kvadratı minus 6n plus 9 bu tərəfə keçəndə 5n minus 1 hədə 6n bərabərdir 0'a. Gidib diskriminantla n'lər tapacam. D bərabərdir. 6'nın kvadratı 36. Çıx 4, 9 oranda 36 verdi mənə 0'ı. n1 bərabərdir 6. Hələ bu n minus 3'ün kvadratıdır. Deməli, n bərabər nəyə? 3'ə. N 3'dür. N 3'dürsə əkobu deyir. 3 üstə 2, 5. 3 üstə 5, 8. Deməli, 5 və 8'in əkobunu istəyir məndən. 5 və 8'in əkobu mənə nəyi verir? Təbii ki, 40'a verəcək. Doğru cavab 40. 25 bundan da özünüz işləyəcəksiniz. Keçək 26'ya. Deməli, 26. 26'da deyir ki, m üstə gəl n bərabərdir 56'ya. Əkob m'in bərabərdir 105 şərtini ödəyən
M şərtini ödəyən M n natural ədədlərindən kiçiyini tapın. Gəlin baxaq. 26-cı sualdır. Demək, M üstəgəl n 56-dır. 2 ədəd var. Onlar toplayanda mənə 56-nı verir. Bu 2 ədədin əkobu 105-dir. Bu şərtləri ödəyən, deməli ödəyən bir neçə ədəd var. Bayaq yazdığımız sual kimi olacaq bu hardasa. Bax bu ədədlər kimi olacaq. 21-ci suala oxşayacaq. Deyir ki, bu şərtləri ödəyən n natural ədədlərin kiçiyini tapaq. M üstəgəl n 56-dır. Əkobu da nədir? 105-dir. Bu ədədləri m ilə ifadə eləyək. Elə bil ki, bunun ortaq olmayan vurğuları m-in. Bax, m olsun AX, n olsun AY. Niyə görə? Çünki əbab hər ikisində olanda x-sa olmayan vurğulardır. İndi bunların m-i bir AX-la, n isə AY ilə ifadə etdim. İndi cəmi 56 verir bizə. Gəlin ifadəni yazaq. Cəmi 56-dırsa, o zaman AX plus AY bərabərdir 56-ya. Hər ikisində nə var ortaq? Hər ikisində ortaq A var. A-nı çıxardaram mötərizə xaricinə. A-nı mötərizə xaricinə çıxartsam qaldı. Burada x, burada y. Bərabərdir 56-ya. İndi, bax, bizə bir də əlavə şərt kimi verib ki, bunların əkobu 105 edir. Əkobu 105 edir. Əkob nə idi? Ortaq olmayanları bir-birinə vururduq, bir də digər bir ortaq olana vururduq. Yəni, x-i y-ə vururam, bir də a-ya vururam. Verir mənə nəyi? 105-i. Aydındır. Yəni, buradan yazaq bunu. A vurulsun x, vurulsun y bərabərdir 105-ə. Əkobu tapdım. Aha, bunları bir sistem tənli kimi qeyd edəsəm, tərəf-tərəfə bölsəm. Niyə görə? Mən baxan kimi görürəm ki, tərəf-tərəfə bölsəm, A-lar ixtisar gedər. O zaman burada 3 vurğu vardı. Artıq birini yox eləmiş olacam. Demək ki, tərəf-tərəfə bölürəm. AX plus Y bölünsün AX, Y bərabərdir 56 bölünsün 105-ə. A-lar ixtisar getdi. A-lar ixtisar getdikdən sonra 56 ilə də 105 8-ə ixtisar gedər. Burada 7-yə ixtisar gedər. Burada 8 qalar. Burada da 1, 15. Onda x plus y mənə verdi nəyi? 8-i. X vur y mənə verdi 15-i. Bax, uşaqlar, elə hər hangisi bir 2 ədədi varmı ki, onlar toplayanda 8 eləyir, vuranda 15 eləyir. Baxan kimi görürəm ki, sistem tənikləri gedib hesablamağa ehtiyac yoxdur. 5 ilə 3-dür. Cəmi mənə verir 8-i. Hasil isə verir mənə 15-i. O zaman x5, y3. X-i, y-i bilirəm. İndi gedib mən A-nı tapa bilərəkmi? Aparıb qoyuram yerinə. Hər hansında, məsələn, burada qoydum. 5 üstə gəl 3, 8. 8 nəyə vursam 56 eləyər? 7-yə. O zaman A da bərabər oldu 7-yə. İndi M-i n tapaq. M nə idi? AX idi. AX, yəni 5 vur 7, 35. Burada x-a 5 y fərq yoxdur hansına verməyim ki, deyərsən ki, nə əcəb oldu? X-a 5 oldu, bəlkə y 5-dir, x 3-dür. Yəni, bunun fərqi yoxdur. N isə 3-ü vurdum 7-yə 21. Məndən nə istəyirdi? Deyir ki, bu ədədlərdən kiçiyini tapın. Kiçiyini oldu nə? 21. 35 ilə 21-dən kiçiyi oldu 21. Mən burada az öncə 25-i 24 ilə eyni götürmüşəm. Biz 23-ü həll eləmişdik burada. 24 eynidir. Bax, 24 eynidir. Burada poza bilmədim, siz biləcəksiniz. 25 qaldı, biz 26-nı yazdıq. 25 evdə yazacaqsınız, 24-ü də. Çünki biz 24-ə oxşar 23-ü yazmışıq, 25-ə oxşarsa 26-nı yazmışıq. Keçək 27-yə. 27-də deyir ki, 2 ardıcıl cüt ədədin əkob və əbobunun cəmi 222 olarsa, bir dəqiqə, 2 ardıcıl cüt ədədin əkob və əbobunun cəmi 222 olarsa, bax, uşaqlar, bizim qaydamız var. Ardıcıl cüt ədədlərin əbobu 2-yə bərabərdir. Ardıcıl cüt ədədlərin əbobu 2-yə bərabərdir. Bunu qayda olaraq bilirik. Əbobu oldu 2.
2 ardıcıl cüt ədəddir. Necə ifadə edir ardıcıl cüt ədədləri? Biri x-dir, digərisi x üstəgəl 2-dir. İndi əbubu 2-dir. Əkobunu bilmirəm. X olmasın elə A olsun əkobu. A üstəgəl 2 bərabər nəyə? 222-yə. A nəyə bərabərdir buradan? 220-yə. Keçirdib çıxıram. A nə idi? Əkobu idi. Deməli, əkobu nə oldu? 220. Elə 2 ədəddir ki, ardıcıl ədəddir də. Bunun əbubu 2-dir, əkobu isə 220-dir. Gəlin baxaq görək bu hansı ədədlər ola bilər. Elə 2 ardıcıl ədəddir ki, bunun əkobu verir mənə 220-ni, əbubu isə verir 2-ni. Nə edə bilərəm? Burada qısa yol. Təxmini götürsək 220, deməli 100 120, yox, ardıcıl götürməliyik. Deməli, ardıcıl cüt ədədlər üçün bir qayda da keçmişdik ki, ardıcıl cüt ədədlərin əkobu da onların hasilinin 2-yə bölünmüşünə bərabər idi. Belə bir qayda keçmişdik. Onların hasilinin 2-yə nisbətinə bərabər idi. O zaman burada AB hasilini mən tapa bilərəm. Əkob nə oldu bizdə? 220 oldu. Əbubu 2-yə bərabərdir. Əkobu isə onların hasilinin 2-yə nisbətinə bərabərdir. O zaman bunların hasili AB bərabərdir, 440-a bərabərdir. Deməli, artıq əlimdə çox şərt var. Bunları bir-birinə vuranda 440 eləyəcək. Artıq baxan kimi bildim ki, bu 20 ilə 22-dir. Amma bu baxan kimi sənin ağlına gəlmirsə, gedib qaydasına yazacaqsan ki, biri x idi, digəri x plus 2-dir. X vurulsun x plus 2 bərabər 440. Bu tənliyi həll etməklə də ala bilərsən. Amma baxan kimi bilinir ki, hansı 2 ədəddir ki, ardıcıl hasili 440 eləyir. Bu da 20 ilə 22-dir. Çalışın qısa yollardan istifadə edin ki, imtahanda vaxt söhbətinə görə bunlar faydalıdır. Keçək. Demək, bizdən nə istəyirdi? Kiçiyini istəyirdi. Kiçiyi nə oldu? 20 oldu kiçiyi. Demək, kiçiyi oldu 20. 28 bununla eynidir. Baxaq 29-a. Demək, 29-a nə deyir? Deyir ki, AB natural ədədlər üçün, maraqlıdır. Bunlardan işləmişik biz. 3/4 nisbəti 3/4-dür. Əkob AB üstəgəl əbub AB 104-ə bərabərdir. Deməli, AB 104-ə bərabərdir. Bizə deyir ki, B minus A fərqini tapın. Biz bu cür ifadələrdə demişdik ki, A-ya 3K, B-yə 4K veririk. Bu aydındır nisbətlərdə. Bunu faiz dərsində daha çox istifadə edirdik sizlərlə. İndi inşallah faiz dərsinin izahlarında da görəcəksiniz. Geniş şəkildə bunlardan istifadə edəcəyik. A 3K-da, B isə 4K-dır. İndi bunların əkobu və əbubunun cəmi 104-dür. Bax, 3K, 4K. Əbubunu tapın birinci, gəlin. Asandır əbubdur deyə əbubdan başlayaq. Əbub nə idi? Əbub hər ikisində olanları götürüb bir-birinə vururduq. 3K və 4K-nın hər ikisində olan nədir? K. Deməli, 3K və 4K-nın əbubu nədir? K-dır. Aydındır. Hər ikisində olan K-dır. Bəs əkobu nədir? Əkobu böyüyü vururdum, böyüyü götürürdüm. Vururdum kiçiyin böyüydə olmayanına. Böyüyü nədir? Burada 4K-dır. Kiçiyin böyüydə olmayanı nədir? K var. 3K-nın K-sı 4K-nın içərisində var. Amma 3 yoxdur. Onda 4K-nı nəyə vururam? 3-ə vururam. Onda əkob da olur 12K. Aha. İndi mənə deyir ki, bunların cəmi 104-dür. Bax, mənə deyir ki, bunların cəmi 104-dür. O zaman 12K üstəgəl K bərabərdir 104-ə. 13K bərabərdir 104-ə. K da bərabərdir 8-ə. K 8-dir. Ədədlərim 3K və 4K idi. 3-ü vururam 8-ə 24. 4-ü vururam 8-ə 32. Mənə də deyir ki, B minus A fərqini tap. 32 çıxılsın 24 verir mənə 8-i. Aydındır. Doğru cavab 8. Aha. 30 bununla eynidir. Özünüz yazacaqsınız. Keçdik 31-ə. Deyir ki, natural A və B ədədləri üçün A bölü B, mən bunu kəsr xəttinə yazıram. Bərabərdir 3-ə. Əkob AB bərabərdir 75-ə. Əbub AB-ni tap. Niyə kəsr xəttinə yazdım nisbəti?
Daha rahat gözünüzün qarşısında olsun deyə. Buradan A nəyə bərabərdir? 3B-yə. A 3B'ye beraber. Deməli, mən A'nın yerinə 3B yazacağım. Onda ekop. Aha. A'nın yerinə 3B yazıram. 3B'yi B'nin də öz yerində yazıram. Bərabər 75-ə. Bax uşaqlar. 3B ilə B-nin ekobunu tapmaq üçün 3B ilə B-nin baxıram ki, biz natural ədədlərdə qayda keçmişdik ki, əgər iki ədəddən biri digərinə bölünürsə, onda bu ədədlərin ebobu kiçik ədədə, ekobu isə böyük ədədə bərabərdir. 3B B-yə bölünür. Ona görə bunların ekobu 3B olur. Dedim axı qaydada ki, ekobu böyük ədədə, ebobu isə kiçik ədədə bərabər olur. Onda bu ədədlərin ekobu 3B-dir. 3B ekobu neçədir? Rəqəm olaraq da verib ki, 75-dir. 3B 75-dirsə, B də buradan 25-dir. B-ni tapdım 25-dir. A-nı da 3B vermişdi. O zaman A-da 3 vur 25'ti. Bu da eləyir 75. A isə 75'ti. Mənə deyir ki, nəyi tap deyirdi buradan? Əbobu tap. 75 və 25-in əbobu elə nəyə bərabərdir? 25-ə bərabərdir. Hesalamaqla tapa bilərsiniz təbii ki gedib, amma bilirikdə dedim, az öncə dedim axı, iki ədəddən bir digərinə bölürsə əkob böyük ədəddir, əbob da kiçik ədəddir. 75 və 25-in əkobu 75-dir, əbobu isə 25-dir. Doğru cavab 25. Keçirik 32 bununla eynidir. Yazmırıq, özünüz yazacaqsınız. Keçirik 33-ə. Deyir ki, n bərabərdir 57-nin kvadratı üstəgəl 38-in kvadratı. Maraqlıdır. Ədədinin sadə vurğularını tap. Bax uşaqlar, siz bunu gedib orada 57-ni kvadrata yüksəltsəz, 38-i kvadrata yüksəltsəz, sonra onları toplayıb sadə vurğularını tapsaz, bu sizin nə qədər vaxtınız aparacaq? Hələ səhvsiz yazsaz. İmtahan prosesində həyəcanla gəlsə üzərinə bunu səhv eləmək şansınız var. Hesablamalarda. Sadə bir misalda, amma qısa yoldan yazacağıq. Deməli, 57-ni mən parçalayaram. Bax, 57-ni nə yazaram? 19 vurulsun 3. 38-ni yazaram? 19 vurulsun 2. Aha, onda n bərabərdir. 57-nin yerinə yazıram 19 vuru 3. 57-nin kvadratı yaxı, kvadrat qalır yerində. Üzərinə gəl. 38-in yerinə yazıram 19 vur 2. Kvadrat bərabərdir. Biz demişik ki, mötərizənin üstündə yazılan qüvvət mötərizənin içərisindəki hər bir həddə aiddir. Onda bu 2 həm 19-a aiddir, həm də 3-ə aiddir. 19-un kubu vurulsun 3-ün kvadratı. Üzərinə gəl. 19-un kvadratı vurulsun 2-nin kvadratı. Bərabərdir. İndi ortaq vuruq çıxarmaq istəyirəm. Baxıram ki, 19-un kvadratı hər ikisində var. Burada da ən azı kvadrat yerləşir, burada da kvadrat var. Deməli, 19-un kvadratı mötərizə xaricinə çıxara bilərəm. Burada nə qalır 19-un kvadratını çıxardanda? 19-un biri qalır, bir də 3-ün kvadratı qalır. Yəni 19 vurulsun 3-ün kvadratı. Üstə gəl. Burada 19-un kvadratı qalmır, yalnız 2-nin kvadratı qalır. Yəni 4. Bərabərdir. 19-un kvadratı vurulsun. 19 vurulsun 3-ün kvadratı. 3-ün kvadratı verir mənə 9-u. 9 vur 19 mənə verir 171-i. Üstəyə 4 gəlirəm, verir mənə 175-i. Bu daha sadədir də uşaqlar. 175-i mən necə vurğularına ayıra bilərəm? Bax, 175-in yerinə yazaram ki, 3-ə bölünmür, 5-ə bölünür, düzdür? Deməli, 3 dəfə, 5 dəfə, 35, 5, 7, 7, 1. 175-in yerinə 5-in kvadratı vurulsun 7 yazaram. Onda 19-un kvadratı vurulsun, 5-in kvadratı vurulsun 7. 175-in yerinə yazdım bunu. Sadə vurğularının sayını istəyirdi. 2 dənə 19, 2 dənə 5, 1 dənə 7. Neçə sadə vurğu oldu? 5 dənə. Doğru cavab 5. Əgər başa düşmürsənsə, videonu geri ataraq qulaq asa bilərsən. Keçək 34 eynidir. Özünüz işləyəcəksiniz. 35-ə baxaq. Aha, deyir ki 35-də AB ardıcıl natural ədədlərdir. 3 vurulsun əkob AB çıxılsın. 2 vurulsun əbob AB bərabərdir 58-ə. Mənə deyir ki, AB hasilini tap. Bax, uşaqlar, deyir ki, ardıcıl natural ədəddir. Biz demişdik, ardıcıl natural ədədlər nədir? Qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əkobu və əbobu haqqında nə demişdik biz? Demişdik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə,
Əbubu isə 1-ə bərabərdir. Əkob, əbubu isə 1-ə bərabərdir. Bax, gör nə qədər qayda çıxartdıq buradan. Bizə bir dənə verib ki, AB ardıcıl natural ədəddir. Sonra deyir ki, onun əkobun 3-ə, əbobun 2-yə vurub fərqini tapsam 58 eləyir. Sən AB hasilini tap. Birinci cümlə bizə nə qədər qaydanı aydınlaşdırır. Deyirsə ki, ardıcıldır. Ardıcıldırsa qarşılığı sadədir. Qarşılığı sadədirsə əkobu onların hasilidir. Əbobu da 1-ə bərabərdir. Onda mən əkobun yerinə A vurulsun B, əbobun yerinə isə 1 yaza bilərəm. Onda 3 vurulsun. Əkobun yerinə nə yazacağam? A vurulsun B. Aha, çıxılsın 2 vurulsun. Əbobun yerinə nə yazıram? 1 bərabərdir 58-ə. Bu 2 keçir 58-in üzərinə gəlir. 3AB bərabərdir 60-a. 2 gəldi 58-in üstünə. Onda AB bərabərdir 60 bölü 3 verdi mənə 20-ni. AB hasili verdi bizə 20-ni. Doğru cavab 20. 36 eynidir, özünüz işləyəcəksiniz. Keçək 37-yə. Aha, deyir ki, A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 15-dir. Ortaq olmayan sadə vurğuların hasilini biz C ilə ifadə edirdik. C 15-dir. Əbob isə 30-dur. Əbob AB bərabərdir 30-a. A plus B cəminin ən böyük qiymətini tap. Bax uşaqlar, bizə C verilibsə, əbob verilibsə, biz buradan bir çox ədəd tapa bilərik. Məsələn, bunların əkobunu tapa bilərəm, hasilini tapa bilərəm. Gəlin onlardan tapaq, görək bu bizə nəyi verəcək. İlk öncə, əbob AB bərabər idi nəyə? Əbob AB. Kök altda AB bölünsün C-yə bərabər idi. Daha qısa yoldan gedib istifadə edə bilərəm. Bayaq yazdıq ABC misallarda A-nın yerinə hansı misal idi burada? Deməli, 26 olmalıydı. Bəli, 26 olmalıydı. M-lə N-in yerinə, M-in yerinə AX, N-in yerinə AY yazdım. Yəni, bizə burada nə verir bizə? Ortaq olmayan sadə vurğuları verir. Ona görə mən A-nın yerinə bir yazaram ki, nə olsun? MX, B-nin yerinə yazaram ki, NX. Soruş niyə? Çünki burada ortaq olmayan sadə vurğulardan danışır. Mən ortaq olanları ədəd nədən ibarətdir? Öz vurğularının hasilindən ibarətdir, düzdür? Mən bunun ədədin vurğularını götürdüm. M vurulsun X kimi. X B ilə ortaq olanlardır. M isə özünün digər vurğularıdır. Ortaq olmayanlardır. İndi mənə deyir axı, əbob AB 30-dur. Əbob nə idi? Hər ikisində olanlar idi. Bunun hər ikisində nə var? X var. Onda X nədir? 30-dur. X 30-dur. Və M-lə N-in hasili. İndi burada qaldı M-lə N-in hasili. M-lə N-in hasili mənə neyi verir? Dedi axı, ortaq olmayan vurğuların hasili 15-dir. Onda M-lə N-in hasili də nəyə bərabərdir? 15-ə bərabərdir. İndi mənə deyir ki, ən böyük qiymətini tap. Birinci hala baxıram. Hasili 15 eləyən ədədlər. Hasili 15 eləyən ədədlər nə ola bilər? M1 olar, N15 olar, M3 olar, M5 olar. Aha. Gəlin qoyaq yerinə baxaq. A və B cəminin ən böyük qiymətini tapaq. A bərabər edir nəyə? MX-a. X 30 da aydındır. M1-dir. 1 vur 30 verdi mənə 30-u. B NX-dir. Bərabərdir. N neçədir? 15. 15 vur 30 verdi mənə 450-ni. Aha, ikinci halda, bu birinci halımızdır. Bunda cəmimizə nə verdi? 30, 450, 480 verdi. Birinci halda 480 aldım. Axı məndən A plus B cəminin böyük qiymətini istəyir. İkinci halda A bərabərdir MX, M neçədir burada? 3-dür. 3 vur 30 verdi mənə 90-ı. B də NX-dir. İkinci bu hal üçün baxıram. N neçədir? 5. 5 vur 30 verdi mənə 150-ni. 150 üstə 90 verdi mənə 240-ı. Məndən nə istəyirdi? Məndən ən böyük qiymətini istəyirdi. Ona görə nə olacaq? 480 olacaq. Aha. Keçək 38-ə. Deyir ki, 38-də n natural ədədi üçün əbob
Bu ifadələrin əbubu 5-ə bərabərdir deyir. Bizdən nə istəyir? N istəyir. Bəzi suallara baxıram, bəzi suallar yenidir. Çoxsu amma köhnə topluda olan suallardır. Yəni elə bir fərq yoxdur. Deməli, n kvadratı plus 5n plus 6-nı mən nə cür göstərə bilərəm? Bunlarda da düzdür, bəli. Vuruqlarını ayırsam, hasili 6, cəmi 5 eləyən ədədlər 3-dən 2. Onda mən bunu nə cür göstərə bilərəm? Ortaq vuruq çıxartmaq istəyirəm də, əbobdan söhbət gedir axı. N plus 3, n plus 3 və n plus 2 kimi göstərə bilərəm. Viyyətə görə getdim. Digərdə, hasili 8, cəmi 6 eləyən ədədlər. Bunlar hansılardır? 4-dən 2. Bunda vuruqları 4-dən 2-dir. Onda bunu göstərə bilərəm nə? N plus 4, n plus 2 şəklində. Düzdür, bunu viyyətə görə parçaladım, göstərdim. İndi burada ikisində də ortaq olan nədir? İkisində də ortaq olan n plus 2-dir. Ortaq olan bəs nədir? Ortaq olan biz nə deyirik? Ortaq olan əbobdur da demişik. Onda n plus 2 bərabər nəyə? Əboba, yəni 5-ə. Onda n nə olur? 3 olur. Mənə deyir ki, n tapın. N də 3. Çox asan. Keçdik 39-a. Deyir ki, 120 və 180 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Ortaq natural bölənlərinin sayını tapın. Yazaq, ortaq natural bölənlərin sayını deyəndə, mən birinci bunun nəyini tapacam? Natural bölənlər. Əbobunu tapsam, əbobu nə eləyir bunun? 60 eləyir, düzdür. Əbobu 60, əkobu 360. Mən ortaq natural bölənlərini istəyir deyə nəyə baxacam? Əboba baxacam. Bu bir qaydadır. Ortaq natural bölənlərini istəyəndə bunun əbobunun natural bölənlərini tapacam. Çünki ortaqı bunun nədir? Ortaq bölündüyü ədəd 60-dır. Düzdür. 60-ın natural bölənlərin sayını tapsam, natural bölənləri tapmaq üçün qaydamız var da. 30 qruplarını ayırıram. Daha sonra üstlü şəkildə göstərirəm. 2-dən 2 dənə, 3-dən 1 dənə, 5-dən 1 dənə. Sonra üstlərin üstünə 1 gəlirəm. Natural bölənləri tapanda, deməli, 2-nin üstə 1, 3, vurulsun 1-in üstə 1, 2, 1-in də üstə 1, 2. Deməli, 3 vurulsun 2, 6, vurulsun 2, verdi mənə nəyi? 12-ni. Deməli, bunların ortaq natural bölənlərin sayı olacaq nə qədər? 12 dənə. Necə tapdıq bunu? Ortaq natural bölən deyirsə, bizim ağlımıza nə gəlməlidir? Bunun ortaq böləni. Ortaq bölənlərindən ən böyüyü nədir? 60-dır. Deməli, 60-ın natural bölənlərin sayı bunların ortaq natural bölənlərinin sayıdır. Keçək 40-a. Deyir ki, A bərabərdir. 2-nin üstü n vurulsun 3-ün üstü m ədədinin sadə vuruqlarının sayı 8, natural bölənlərin sayı isə 24-dür. Natural bölənlərin m minus n tap. Gedək istifadə edək qaydadan. Sadə vuruqların sayı 8. Deməli, n ilə m elə rəqəm olmalı ki, mən onları cəmləyəndə 8 verməlidir mənə. Onda n üstə gəl m bərabərdir 8-ə. Natural bölənlərin sayı. Natural bölənlərin sayı necə tapırıq? Az öncə dedim, üstlərin üstə 1 gəlib bir-birinə vururuq. N üstə 1, bir də m üstə 1. Vurdum bir-birinə. Bərabər eləməlidir nəyə? 24-ə. Deməli, natural bölənlərin sayı belə tapılır. Burada elə bilirəm ki, yenidir. Çünki köhnə topluda bu cür test gördüyümü xatırlamıram. Gəlin, açıq vuraq fadiləşdirək. M-i vururam n-ə. M-n. Üzərinə gəl. N-i 1-ə n, m-i 1-ə m, üstə gəl 1-i 1-ə 1, bərabərdir 24-ə. N üstə gəl m-i mən bilirəm. Neçədir? 8-dir. Aparıb qoyaram yerinə. M vurulsun n, üzərinə gəl. 8 üstə 1, 9, bərabərdir 24-ə. Buradan mn bərabərdir 24-dən 9 çıxanda nə eləyir? 15. Deməli, mn hasili də mənə neyi verdi? 15. Elə 2 ədəd olmalıdır ki, bunların üzərində
Hansı iki ədəddir? Hasili 15 cəm 8 eləyən. Bax, burada cəm var idi, axı heç başqa şey ehtiyac yoxdur. Burada da mənə cəm vermişdi. Cəmi 8, hasili 15 eləyən ədəd. Az öncə də bir testdə istifadə etdik bunu sizlə. 5 və 3-dür. 5 və 3-dür. Onsuz fərqi yoxdur hansı 5-də, hansı 3-dür. Çünki modulda fərqini istəyir. Modulda fərqini istəyirsə 5 çıxılsın 3 mənə verəcək 2-ni və yaxud da 3 çıxılsın 5 mənə 2-ni modul deyə müsbət 2 şəklində götürəcəm. Doğru cavabım 2. Aha. Keçək 41-ə. Deyir ki, əbob çıxma 12 bərabərdir 15-ə. Daha sonra əkob n-7 faktorial. Aha, bu da yeni olmalıdır. Səhv bilmirəmsə, bu da yeni olmalıdır. Ədədinin son rəqəmini tapın. Ədədinin son rəqəmini tapın. Məncə yenidir bu, bunu görməmişdim mən faktorialdan əbob əkobun içərisində. N kvadrat minus 9. N kvadrat minus 9-u mən nə cür göstərə bilərəm? Əbob deyirsə, yenə ortaq, bunları parçalayıb ortaq qrup tapmağa çalışacağım. N minus 3, N plus 3 şəklində parçaladım. Bəs bunu nə şəkildə göstərə bilərəm? Bunu N kvadratı plus N minus 12. Hasili 12 cəmi 1 eləyən ədədlər. Hasili 12 cəmi 1 eləyən ədədlər 4 və 3-dür. O zaman n plus 4 minus 3. Çünki burada plus qalıb. Aha. N minus 3 hər ikisində oldu. Deməli, bunun ortaq qrupu nədir? N minus 3. Əbobu onda nədir? N minus 3. Əbobu N minus 3-dürsə, əbobu da bizə vermiş ki, 15-dir. N minus 3 15-dirsə, N 18-dir. N oldu 18. Aparıb qoyuram yerinə. 18-dən 7 çıxıram. Keçdik əkoba. 18-dən 7 çıxanda 11 faktorial. 18-i 2-yə vururam. 36 üstə 1 oldu. 37 faktorial. Mənə deyir ki, bunların nəyin tap? Əkobun tap. Əkobun tapanda, bax, bu nə deməkdir bu faktorial? Faktorial odur ki, 11 faktorial 1-dən 11-ə qədər ədədlərin hasili. 37 faktorial isə 1-dən 37-yə qədər ədədlərin hasili deməkdir. İndi bunların əkobunu tapanda 37 məndən son rəqəmini istəyir. Bunun əkobunun zaten düşündüm ki, bunu tapmaq nə qədər çətin olacaq. Çünki 37 faktorial hara? Necə tapa bilərik? Bunun əkobunu tapanda, bax, 37 faktorial nədir? Böyük olan götürüb kiçikdə olmayanlara vuracam da. 37 faktorialın içində 1-dən 37-yə qədər ədədlərin hasili var. Düzdür. Hələ bunu əlavə də nəyəsə vuracam. Çünki 11 faktorialın içində əslində hər şey var. Elə bu olacaq əkobu. Bizə lazımdır nə? Son rəqəmi. Son rəqəmi deyirsə mütləq 0 olacaq. Niyə? Çünki burada bax 2 var, 5 var. Bu tərəfdə 8, 9, 10 olacaq, 15 olacaq. Bu qaydada mütləq bu misalın içində nələr olacaq? 0 olacaq. 0 olacaqsa axırıncı rəqəmə nə düşəcək? 0 düşəcək. Deməli, doğru cavab nə olacaq? 0 olacaq. Daha sonra keçirəm 42-yə. Bu da yeni idi. Maraqlıdır, fərqlidir. Amma yəni hər bölmənin içərisinə 3-4 dənə yeni misal əlavə olunub. Bütün nəşr yenilənib. 3 böl 4-ə. Bərabərdir. Deməli, əkob AB çıxılsın. Az öncə yazdıq bundan. Bu da asandır. Deməli, əkob onda A nə olur burada? 3K. B olur 4K. 3K ilə 4K-nın bayaq dedik ki, əbobu K-dır, əkobu 12K-dır. 12K çıxılsın K bərabərdir 88-ə. 11K bərabərdir 88-ə. K da bərabərdir 8-ə. Mənə deyir ki, bu ədədlərin cəmini tap. K 8-dir, 3 8-ə 24, 4 8-ə 32. 24 və 32-nin cəmi mənə verəcək 56-nı. Doğru cavab 56. 43-də davam edirik.
Deməli, 43-də deyir ki, m 2-yə bərabərdir və 2 vurulsun ekob 2 üstü n 3 üstü n m 3 üstü m çıxılsın 3 vurulsun ebob 2 üstü m 3 üstü n bərabərdir 33 olarsa m plus n cəmini tapın. M və n natural ədədlərdir. Gəlin baxaq. Uşaqlar, burada 2 və 3 verib, düzdür? Baxan kimi ilk öncə ağlıma nə gəlir? 2 və 3 qarşılıqlı sadə ədədlərdir. 2 və 3 qarşılıqlı sadə ədədlərdirsə, onların qüvvətlər də bir-birinə qarşılıqlı sadə olacaq. Bax, 2-nin məsəl üçün kubu olsun 8, 3-ün kubu olsun 27 və yaxud da ki, nə bilim, 3 üstü 4 olsun 81. Fərq eləməz. Bunlar bir-birinə qarşılıqlı sadədir. Özləri bir-birinə qarşılıqlı sadədirsə, bunların qüvvətləri də bir-birinə nədir? Qarşılıqlı sadədir. O zaman qarşılıqlı sadədirsə, biz qarşılıqlı sadə ədədlər üçün demişik ki, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Əbobu isə nəyə bərabərdir? 1-ə bərabərdir. Düzdür? Əkobu onların hasilinə, əbobu isə 1-ə bərabərdir. Yəqin ki, başa düşdünüz hardan gəldi bu. Deməli, onda nə yazacağıq? Yazarıq ki, 2 vurulsun. Əkobun yerinə yazacağım. 2-nin üstü n vurulsun 3-ün üstü m. Hasilini yazdım yerinə. Çünki qarşılıqlı sadə ədəddir. Çıxılsın. 3 vurulsun nə? Əbobun yerinə nə yazıram? 1 yazıram. Bərabərdir 33-ə. 3-ü 1-ə vuranda 3 eləyir. Burada mənfidir, bu tərəfə keçib üstə gəlirəm. 33-ün üstə 3 gəldi, 36 eləyir. 2 vurulsun 2-nin üstü n, 3-ün üstü m, bərabərdir 36-ya. 36-dan 2-yə ixtisar gedər, qalar 2-nin üstü, hər tərəfi 2-yə bölərəm. Daha doğrusu qalar 18. Aha. Baxan kimi bilinir, yenə də sadə olsun deyə yazıram ki, 18-in qrupları nədir? 2, 9, 3, 3, 1. Deməli, 18-i 2-nin üstü 1 vurulsun 3-ün kvadrat şəklində yaza bilərəm. Onda burada n 1-dir, m isə 2-dir. Məndən m plus n cəmini soruşur, bu da eləyir 3. Başlıqda da zaten vermişdi ki, m 2-nə bərabərdir. Aydındır. Deməli, bu 43-dür, 44 özünüz yazacaqsınız. Keçək 45-ə. 45-də deyir ki, əbob mn bərabərdir 108-ə. M bərabərdir 4 vurulsun 3 üstündə k plus 2. N bərabərdir 12 üstündə k. 12 üstündə k olarsa, bizdən nə istəyir? M istəyir. M bərabərdir sual. Deməli, əbobu verib bizə. M-lə n-nin əbobu verir 108-i. Mənə isə deyir ki, m 4 vurulsun 3 üstü k plus 2'dir. N isə 12 üstü k'dır. M soruşur. Bax, burada nə eləyə bilərəm uşaqlar? Əbob deyirsə, gəlin baxaq. Əbob nədir? Hər ikisində olandır. Onun üçün 12'nin üstü k'nı gəlin parçalayaq. Görək 12 üstü k parçalayanda, bax, bu sadə şəkildə parçalanır. Bəs tam parçalanmır. Burada 2 var. Onu da parçalayaram. Amma 12'nin üstü zaten 4 çıxacaq deyə bir daha parçalamıram. 12 üstü k'nı yazaram ki, 4'ün üstü k vurulsun 3'ün üstü k. Düzdür. İndi əbob nə idi? Hər ikisində olanları götürürdüm. Düzdür. Hər ikisində olanları. Burada nə var? 4'ün üstü 1'dir də bu, belə deyək. 4'ün üstü 1, 4'ün üstü k. Ən azı 4'ün üstü 1 var da hər ikisində, düzdür. Onda 4'ün üstü 1'i götürürəm əbob olaraq. Bir də 3'ün üstü k plus 2 buradadır. 3'ün üstü k buradadır. Deməli 3'ün üstü k hər ikisində var. Bir də 3'ün üstü k. Əbob imiş. Əbob da neçəymiş? 108. Oldu 108. Aha, 108'i keçirdib 4'ə bölərəm. Üstü k bərabərdir. 108'i böl 4'ə. 27. Onda k buradan nə eləyir? K buradan 3'ün üstü neçə? 27 eləyir. Təbii ki 3. K'nı aldım ki 3'dür.
Məndən nə istəyirdi? Məndən m istəyirdi. M isə budur. Bax, m isə budur. M bərabərdir. 4 vurulsun. 3-ün üstündə k neçədir? 3-dür. 3 üstə 2, 5. 4 vurulsun, 3-ün üstü 5. 3-ün üstü 5 isə 243 edir. 243 vurulsun, 4. O da mənə verir 972. Doğru cavab 972. Aha. 46 bununla eynidir. 46-nı özünüz yazacaqsınız. Keçək. Deməli, 47. Deyir ki, 3 üstü n minus 5 4 üstü 4 üstüne de 4 m minus 1 bir de 2 n minus yok plus 6. Deyir ki mənə ədədləri yazıldığı ardıcıllıqla artan natural ədədlərdir. Artan ardıcıl natural ədədlər. Nə maraqlı. Yazıldığı ardıcıllıqla artan natural ədədlərdir. Əkobu tapın. Avtomatik. Artan natural ədədlərsə bunların hər biri bir-birindən nə qədər fərqlənir uşaqlar? Bir vahid fərqlənir. Və deməli bunun üzərinə 1 gəlsəm bunu alaram. Bunun da üzərinə 1 gəlsəm bunu alaram. Belədir də, düzdür. 3n minus 5-in üstə 1 gəlsəm, 1 vahid fərqlənir də ardıcıl ədədlərdir. 4n minus 1 alaram. Buradan 4n minus 1-in üstə 1 gəlsəm, 4n minus 1-in üstə 1 gəlsəm, 2n plus 6-nı alaram. Bunlar çünki ardıcıl ədədlər deyir. İndi gəlin sadələşdirək buradan, görək nə ala bilərik. Buradan keçirsəm sağa. 3n minus 4m. Mənfi 5 üstə 1 elədi mənfi 4. Keçirdim tərəfə müsbət 4. 4-dən 1 çıxdım, verdi mənə 3-ü. Burada deməli 2n keçirsəm bu tərəfə olur nə? 4n minus 2n. İki bunu sistem kimi yazaq. İkisini ayrı-ayrı qarışdırmayın. Yəni bu ikisini ayrı, bu ikisini ayrı yazıram. 4n minus 2n bərabərdir. Burada 6 var. Mənfi 1 müsbət 1 getdi. Qaldı bərabər nəyə? 6-ya. İndi neyləyə bilərəm? Aşağıda hər tərəfi 2-yə bölə bilərəm. 2-yə bölməmiş də əvəz eləyə bilərəm. Bax uşaqlar. Buradan 4m nəyə bərabərdir? Buradan 4m nəyə bərabərdir? 6 üstə gəl 2-yə bərabərdir. Düzdür? 2-yə keçir o tərəfə. 6 üstə gəl 2. Gətirib bunu yuxarıda 4m yerinə qoya bilərəm də. 3n minus ifadə edeyim ötərizdə 6 plus 2. Heç 4m'lər ixtisar gedirdi. Çox sərbəst idi. Niyə bu qədər çətinə getdik? 4m'lər baxan kimi görürəm ki, ixtisar gedir. Daha asan yolla. Əvəz etmədənsə tərəf-tərəfə toplama ilə yaza bilərəm. Deməli 4m'lər ixtisar gedir. Biri mənfidir, biri müsbət. 3n'dən 2n çıxanda qalır n. 3-dən də daha doğrusu burada 3n'dən 2n çıxıram. Dedim, tərəf-tərəfə toplasam nə verir mənə? Mən haradasa səhv etmədim. Niyə tam alınmadı, mənfi alındı? Bir dəqiqə. 3 minus 4m 3'e bərabərdir. Hətta tərəf-tərəfə çıxanda 3n minus mənfi 2n'dir də burada. O da mənə verir nəyi? Tərəf-tərəfə toplayıram uşaqlar. Tərəf-tərəfə toplayıram 3n, bu da mənfi 2n. Bax belə də elə bir ki 3n üstə gəl mənfi 2n. Bərabərdə 6 üstə gəl 3'ə. Bu mənə neyi verir? N-i bərabər nəyə? 9'a. Avtomatik n tapdım ki 9'dur. N 9'dursa məndən nə istəyirdi? Əkob m-ni tap. O zaman mən hələ m-ni tapmalıyam. M-ni tapanda gətirib qoyaram yerinə. N-in yerinə 9 qoydum. 3'ü 9'a. Bax burada birinci ifadədə yerinə qoyuram. 3n minus 4n bərabərdir. 3'də gətirib n-in yerinə nə qoyuram? 9 qoyuram. 27 çıxılsın 4n bərabərdir 3'ə. 4n bərabərdir 24'ə. M də bərabərdir 6'ya. Aydındır. M6, n isə 9 alındı. Mənə deyir ki, əkob m-ni tap. Yəni ki, 6 ilə 9'un əkobunu tap.
6 ilə 9-un əköbü mənə nə verir? Uşaqlar gedib hesablamağa ehtiyac yoxdur. Yəni 6 ilə 9-un əköbü 18-i verir mənə. Baxan kimi bilir ki, 18-i verir. Deməli, burada cavab oldu. 18. 48 fərqlidir. Gəlin yazaq 48-i. Deməli. Nə deyir 48-də? A 5-dir. B isə 3n plus 6'dır. C 6n minus 4'dür. Bunlar ardıcıl. Əslində oxşuyur bu misala. Yazaq, başlamışıq da yazaq. Ardıcıl üstələdlərdir. Ardıcıl üstələdlərdə deməli, bayaq dediyim kimi, bunun üzərinə 2 gəlsəm bu alınacaq, bunun üzərinə 2 gəlsəm bu birisi alınacaq. 5n plus 2 bərabərdir 3n plus 6-ya. Ardıcıl üstələdlər bir-birinə 2 vaid fərqlənir. Bunun da üzərinə bunu 2 gəlsəm, digərini alıram. 3n plus 6-nın üzərinə 2 gəlsəm, alıram nəyi? 6n minus 4'ü. Sistem tənini keçirdirəm, sadələşdirirəm. 5n minus 3n bərabərdir 4'ə. 3n bu yana keçir, 2 bu tərəfə keçir. Burada da 3n minus 6n keçir bu tərəfə bərabərdir. Bu 6 üstə 2, 8. 8 o tərəfə keçəndə çıxılır. Mənfi 4 çıxır, mənfi 8 edir. Mənfi 12. Aha, 3m'lər gedir. Bayaqki qaydada bax 5n çıxılsın. Siz də burada mənim kimi çaşmayın. 5n tərəf-tərəfə elə ki toplayıram. 5n üstə gəl mənfi 6n bərabərdir 4 üstə gəl mənfi 12. 5-in üstə mənfi 6n gəldi, mənfi n qalır. 4-ün üstə mənfi 10 gəldi, mənfi 8 qalır. Hər tərəfi mənfi 1'ə vursam n bərabərdir 8. N-i tapdım ki 8'dir. Mən gedib yerinə qoyub n-i də tapa bilərəm. Burada yerinə qoyuyorum birincisində. Bax burada yerinə qoyuram. Bu misalda n 8'i 5 vur 8 çıxılsın 3n bərabərdir 4'ə. 5 8'ə vurdum 40. 40 çıx 3n bərabərdir 4'ə. 40'dan keçirib 4'ü çıxıram 36 bərabərdir 3m'ə. 3m'i keçirdim sağa. M də bərabərdir 12'yə. O zaman M oldu 12. N'si oldu nə? 8. Mənə deyir ki əkobun bu misal aşağıdakı misalda bəli eyni şey soruşur. Əkob M-lə N-i tap. Bu. Deməli. Əkob M-ni tap. 12 və 8'ə əkob nədir? 24'dür də. Gedib bir əkob tapma qaydasına tapa bilərsiniz. Baxan kimi də bilinir ki 12 və 8'ə bölünən ən kiçik ədəd 24'dür. Doğru cavab 24. Keçək deməli 49'a. 49 aha fərqlidir. AB üstə gəl BA. AB üstə gəl BA cəmi ilə M natural ədədinin ortaq sadə vurğu yoxdur. Aha, ortaq sadə vurğu yoxdursa bunlar nədir? Qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabərdir? Əkobdan söhbət gedib burada. Əkob onların hasilinə bərabərdir. Yazaq, misalı yazın. Birinci AB üstə gəl BA. Bir də M. Bərabərdir 154 M-ə. Olarsa ən kiçik AB ədədini tapın. Bax uşaqlar, bu cəmi ilə bu M-in deməli ortaq sadə vurğu yoxdur. Biz deyirik ki, ortaq sadə vurğu yoxdursa, avtomatik o nədir? Qarşılıqlı sadədir. Gəlin bunu açıq sadələşdirək. Nə olur bunu açıb sadələşdirəndə? Yazaq promoydan əkobunu. Əkob nə idi? Onların hasili. Yazaq. Sadələşdirəcəyik onsuz. Gəlin yazaq. AB üstə gəl BA vurulsun M. Bu 2 ədəddir də, bu 1 ədəddir, bu 1 ədəddir. Bərabər nəyə? 154 M-ə. Demir, bunun əkobu 154'dür. 154 M-dir. O zaman deməli M-lər buradan xısar gedər. AB üstə gəl BA-nı gəlin açaq. 10A üstə gəl, biz bunu demişik də keçən dərslərimizdə. 10A üstə gəl B, bu bizdə 10B üstə gəl A. Bərabər nəyə? 154'ə. 10A üstə A, 11A üstə gəl 11B bərabərdir 154'ə. Aha, 11'ə ixtisar apararam hər tərəfi. 154 11'ə bölünürmü? 44, bəli 4. 14. Deməli A üstə gəl B hər tərəfi 11'ə bölsəm A plus B mənə verəcək nəyi? 14'ü. Aha, indi bizə deyir ki, AB ən kiçik AB ədədini tapın. Ən kiçik AB ədədini tapmaq üçün mən ən kiçiyi buradan 1, burada hərəsi bir rəqəm olmalıdır. AB üstündə xətt veribsə bu bir rəqəmdir, bu bir rəqəmdir. Bura 1, 2, 3 yaza bilmirəm. Niyə görə? Hətta 4 də yaza bilmirəm. Bura 4 yazsam bura 10 olmalıdır. 2 rəqəm olmasa axı 1 rəqəm olmalıdır. Ona görə ən kiçik halda bura 5 yaza bilirəm. Bura 5 yazanda da bura 9 yazıram. 6 yaza bilərəm, bura 8 yaza bilərəm. Cəmi 14 versin də mənə, aydındır. Cəmi 14 yaxı dedik biz.
hərəsi də bir rəqəmdir. Üstünə xətt çəkib hərəsinin yerinə bir rəqəm dura bilər. Onda ən kiçik halda nə ola bilər? 59 ola bilər də. Ən kiçik halda 5 və 9. Demək, əbob nə oldu? Ən kiçik AB ədədi nə oldu? 59 oldu. 50-ni özünüz yazarsınız. Eynidir. Keçək 51-ə. 51-də deyir ki, bizə A parametrin hansı müsbət qiymətində əbob K kubu minus 27 K kvadratı plus 3K plus 9 bərabərdir AK minus 16 tənliyinin. Aha. Deyir bu AK minus 16 tənliyinin yeganə həlli olarsa, yeganə həlli olarsa, əkob A minus K, A plus K-nı tapın. Demək, əbob K kubu minus 27 və K kvadrat plus 3K plus 9-un əbobu AK minus 16-dır. Yeganə həlli var. Əkob A minus K plus 1K-nı tapın. Gəlin birinci əbobu aydınlaşdıraq. K kubu minus 27-nin uşaqları mən necə aça bilərəm? Kublardır da bu. K kubu minus 3-ün kubudur. Bunu necə açıram? 1K minus 3 açıram. Bir də K kvadratı plus 3K plus 9 şəklində açıram. Aha, digəri nədir? Digəri də elə K kvadrat plus 3K plus 9 idi. Deməli, bu hər ikisinə nə oldu? Bu bir ayrı ədəddir. Bax, qarışdırmayın. Bu ayrı bir ədəddir. Bu da bir ayrı ədəddir. Mən bunu burada açdım. Gördüm ki, bu iki vurğu verdi mənə. Düzdür? İki vurğunun içindən bu vurğu həm bundadır, həm bunda. Əbob nədir zaten? Əbob hər ikisində olan deməkdir də. Onda elə əbobu, bu iki ədədin əbobu K kvadratı plus 3K plus 9-dur. O nəyə bərabərdir? Bizdə deyir, əbob nəyə bərabərdir? AK minus 16-ya bərabərdir. Aydındır. Bax, burası çox sadə idi. Burası başa düşüləndir. Çünki bayaqdan buna aid nə qədər misallar işləmişik. Əbob hər ikisində olan demək idi. Aha, deməli. İndi bizə deyir ki, bu nə verib bizə? Hə, bu tənliyin yeganə həlli olarsa, əkob A minus K, A plus K-nı tapın. Uşaqlar, biz tənliyin nə vaxt yeganə həlli var deyirdik? Gəlin biraz sadələşdirək, keçirdək, sağ-sol eləyək, deməli. K kvadratı plus 3K minus AK keçsin bu tərəfə K-nın yanına. 9, 16. 9 16 nə eləyir? 25. Bərabərdir 0. K kvadratı plus, buradan K-nı çıxardaram ortaq, sadələşdirək, görək nə alınır. 3 çıxılsın A. Üstə gəl 25. Bərabərdir 0-a. Aha, deməli. Aha, demək, alındı nə? Kvadrat tənliyi. Kvadrat tənliyin nə zaman yeganə həlli var? O zaman yeganə həlli var ki, diskriminantı 0-a bərabər olsa. Onda diskriminant 0 demək üçün gəlin diskriminantını tapaq. Diskriminant B kvadratı minus 4AC-dir də. Onda D bərabərdir 3 minus A kvadratı minus 4AC. A yoxdur. C-nin yerində bizə durur 25. Bu da verir mənə nəyi? Bərabər 0 verək. Deməli, 3 minus A kvadratı. Testdən yazım. 3 minus. Buna ayıraq biləm. A kvadratı. Görür 25 100 eləyir uşaqlar. Mən onun yerinə onun kvadratı yazacağım. Bax, niyə görə? Bax, ağlıma burada bir şey gəldi ki, bunu 2 dənə A kvadratı minus B kvadratı kimi aça bilərəm. O zaman buradan deməli 3 minus A minus 10, bir də 3 minus A plus 10 bərabərdir 0-a yaza bilərəm sadələşdirib. İndi sadələşdirib yazanda, bu mənə mənfi 7 verir. Mənfi 7 minus A. Bu birisi isə mənə 13 minus A verir. Bərabərdir 0-a. Nə zaman bu hasil 0-a bərabər olar? Hər iki vuruq 0-a bərabər olanda. Mənfi 7 minus A bərabərdir 0-a. Buradan A bərabərdir mənfi 7-yə. Digərində 13 minus A bərabərdir 0-a. A bərabərdir 13 alınır burada. Deməli, təbii ki, biz nə götürürük burada? Müsbət qiymətində dediyinə görə A parametrin müsbət qiymətində müsbət 13-ü qeyd edirik. İndi A-nı tapdıq nə? A-nı tapdıq 13. Bizə nə lazımdır? Bizə elə A parametrini istəyirdik. A parametrin hansı müsbət qiymətində? Yox. A parametrinin müsbət
qiymətində tənin yeganə həllidir. Deməli, A-nı tapdıq 13. Biz gedib nəyi tapmalıyıq uşaqlar? Biz gedib əkob A minus K, A plus K-nı tapmalıyıq. İndi gəlin tənliklərimizə baxaq. Bir dəqiqə. Ay. Deməli uşaqlar, mən səsi bağlayıb çəkirəm bayaqdan, xəbərim yoxdur. Səs bağlanıb çəkmişəm. Bu formada gedib indi fikir verirəm ki, səs bağlanıb. Bax, burada neynədik? Deməli, apardıq 13-ü qoyduq yerinə ifadədə. Bu ifadədə aparıb 13-ü qoyduq yerinə, A-nın qiymətini tapmışdıq. 13-ü qoyanda yerinə nə oldu? 13-ün kvadratı üstə gəl. Deməli, bir dəqiqə. 13-ün 13-ü A-nın yerinə qoyuruq. K kvadrat plus 3K plus 9 bərabərdir 13K minus 16. 13K-nı bu tərəfə keçirdəndə 3K çıxılsın 13K verdi mənə 10K-nı, 16-nı keçirib 19-un üzərinə gələndə verdi mənə 25-i. Bu da baxan kimi bilirəm ki, nədir? Baxan kimi bilirəm ki, bu da müxtəsər vurma düsturu K-5-in kvadratının K-5-in kvadratıdır. K-5-in kvadratında K nəyə bərabərdir? Təbii ki, 0-a bərabərləyəndə 5-ə bərabərdir. K 5-dir. O zaman K oldu 5. A isə oldu 13. Məndən A minus K, bir dəqiqə. Məndən A minus K və A plus K-nı istəyirdi. Neylədim? 13 minus 5, 13 üstə gəl 5. 8 və 18 verir mənə. 8 və 18-in deməli, əkobunu tapdım. O da eləyir təbii ki, əkob toxuma qaydasını hesablayanda 72. Əminəm ki, aydındır. Sadəcə səsi bağlayıb yazdığım üçün burada bayaqdan qəşəng izah eləyirəm. Oradan bura, buradan ora. Bir səsi bağlı, bir də səsi açıq şəkildə vaxt aparmaq istəmədən yenidən formada izah eləyirəm. Deməli, 52-də neynədik? 52-də deyir ki, ABC natural ədədlər üçün 15A, 6B, 8C bir-birinə bərabər. Getdim, bunların əkobunu tapdım. 15, 6, 8-in vuruqlarına ayırma yolu ilə əkobunu tapdım ki, 120K eləyir. Biz bu tip misallar işləmişik sizlərlə. 120K-dır 15-in, 6-nın, 8-in. Bunlar bir-birinə bərabər olmaq üçün 120 olmaq üçün 15-i 8-ə vurmalıyam, 6-nı 20-yə vurmalıyam, 8-i isə 15-ə vurmalıyam. Deməli, A burada 8K olmalıdır ki, bu 120K eləsin. Burada B 20K, C isə 15K eləməlidir. Mənə deyir ki, əkob A plus B, B minus C. A neçədir? A 8K-dır, B 20K-dır. A plus B elədir 28K. Daha sonra deyir ki, B minus C. B 20K-dır, C 15K-dır. Çıxdım, elədi, nə verdi mənə? 5K-nı verdi. Sonra məxrəcdə əbob C minus A, C plus A-nı istəyir. C 15K-dır, A 8K-dır. 15K çıx 8K 7K-nı, 15 üstə gəl 7K isə verdi mənə 23K-nı. Aha, sadələşdirdim. İndi davam eləyək buradan. Bunların məndən istəyir nəyin? Demək, yuxarıdakının əkobun, aşağıdakının əbobun. 28K və 5K-nın əkobunu tapanda, 28K və 5K-nın əkobunu tapanda. Bir dəqiqə. 28K-da olur nə? Ayırsam vuruqlarına 2-yə böldüm 14K, 2-yə bölərəm. Ay, bu nədir? 14K 2-yə bölərəm. Bir dəqiqə. İkiyə bölərəm 7K. O da K-ya bölünər, verir mənə 7-ni. 7-yə 1. Həmçinin burada 5K-nı ayırsam vuruqlarına 5-5-ə bölünər K, K-K-ya bölünər 1. İndi baxaq. Böyük ədədi götürürəm, yəni 28K-nı götürürəm, əkob tapma qaydasına yazacağam. Vururam kiçikdə olmayana. Burada K var, amma nə yoxdur? 5 yoxdur. Deməli 5-ə vuracağam. 28K vurulsun 5. O da mənə verir 140K-nı. Deməli bunun əkob elədi nə? 140K. Aha. Sonra məxrəcə keçirəm. Məxrəcdə 7 və 23K. 7K, 23K. Amma məxrəcdə əbobunu istəyir. Əbob nə idi uşaqlar? Əbob hər ikisində olan idi. 7K və 23K. 7 və 23 zaten qarşılıqlı sadə ədəddir. Hər ikisində olan nədir? K-dır. Deməli, bunların əbobu nə eləyir? K eləyir. O zaman 140K-nı K-ya böləndə K-lar gedir. K-lar yerdə nə? 140. Deməli, doğru cavab 140. Aha. Keçək 53-ə. Deyir ki, 2A plus 3 və 3B plus 2 qarşılıqlı sadə ədədlər üçün 22A üstə gəl 19 bərabərdir 21B olarsa, AB natural ədədlərinin cəmini tapın. Aha, bunlar qarşılıqlı sadə ədədlərdir.
Bunlar 2A plus 3 ilə 3B plus 2 nədir? Qarşılıqlı sadə ədədlərdir. İndi nə edərəm burada? Aha, bu da maraqlı sualdır. Bu köhnə topluda yoxdur. Bu təzə versiya sualdır, təzə salınıb. Yenidir. Deməli bunlar. Bu da yenidir. Bu da bunlar yeni suallardır. Aha, deməli nə edərəm burada? Bu maraqlı sual da biraz həllidə. Dediyim kimi topluda yox idi bu. Köhnə topluda. Bax 2A plus 3, 2A plus 3 nə olub? 22A plus 19 olub, düzdür? Mən 2A-nı 22A eləmək üçün nəyə vurmalıyam? 2A-nı 22A eləmək üçün mən vurmalıyam 11-ə. O zaman 11-ə vursam 2A-nı 22A üstə gəl. 3-ü 11-ə vuranda nə eləyir? 3-ü 11-ə vuranda 33. Aha, burada 33 alındı, amma məndə 19 idi. 22A-nı aldım, amma burada 19 idi. Mən 19-u almaq üçün 33-dən nə çıxaram? 33-dən çıxaram 14. 14 çıxaram. Bərabər nəyə deyir? 21B-yə. İndi gəlin biraz da sadələşdirsəm. Buradan necə sadələşdirə bilərəm? 14-ü keçirdirəm 21B-nin yanına. 22A üstə gəl 33 bərabərdir 21B plus 14-ə. İndi buradan 11-i çıxardaram ortaq vuruq kimi. Bax, görün nə maraqlı bir şey alınacaq. Alındı 2A plus 3-ə bərabərdir. Buradan nəyi çıxarda bilərəm ortaq vuruq kimi? 7-ni. Bax, 3B plus 2. Gördünüz nə alındı? Buradan 3B plus 2 alındı. Buradan da 2A plus 3 alındı. Rəqəmlər ilə seçilmişdi təbii ki. Çox maraqlı bir misal idi. Biz demişik ki, bu cür ifadələrdə, məsələn 3A bərabərdir 4B yazılanda biz demirdik ki, B 3-ə, A 4-ə bərabərdir. O zaman burada 3B plus 2 bərabərdir 11-ə, 2A plus 3 isə 7-yə bərabərdir. Aydındır. İndi yazaram, bunu qeyd eləyərəm. Bunu qeyd eləyərəm təbii ki. Nə yazaram? 2A plus 3 bərabərdir 7-yə. O zaman 2A bərabərdir 4-ə. A da bərabərdir 2-yə. Digəri 3B plus 2 11-ə bərabərdir. 3B 9-a bərabərdir. B isə 3-ə bərabərdir. Aha. O zaman bizə nə deyir? Baxın, niyə görə götürdüm bu ifadəni elə burada 11-ə, buradakı 7-yə? Çünki zaten qarşılıqlı sadə ədədlər deyildi. Qarşılıqlı sadə ədədlər isə 11 ilə 7 ilə özləri qarşılıqlı sadə ədədlərdir. Ona görə oradan avtomatik belə qeyd etdik. A2, B3 bizdən deyir ki, A plus B ədədlərinin natural cəmlərini, ədədlərinin cəmini deyir. Ədədlər üçün deməli AB natural ədədlərinin cəmini istəyir. Bu da verir mənə 5-i. Düzgün cavab 5.